Mövsumatı qiymətləndirilmənin keçirilməsi barədə heç bir problem yoxdur ki? Xeyr müəllim, hər şey qaydasındadır. Uşaqlar, bugünkü dərsimiz ingilis dildir. İngilis dilində biz rənglər və həvhəz dərsini keçəcəyik. Gəlməyə uşaqların qayğılarını yazıb mənə verərsiniz. Uşaqlar, gəlin sizlərlə söz birləşməsi və mürəkkəb adlar arasındakı fərqə baxaq. Hörmətli müəllimlər və əziz uşaqlar, zəhmət olmasa sırada səliqəyə dayanaq. Sumqayıt şəhəri üzrə uğurlu təhsil ocaqlarından biri olan Polad Həşimov adına 28 nömrəli tam orta məktəb növbəti dəfə fərqli və nümunəvi təşəbbüslə yadda qalıb. Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbdə maraqlı bir aksiya keçirilib. Aksiyanın əsas ideyası isə müəllim-şagird münasibətlərinə yeni baxış gətirmək olub. Məktəbin müəllimləri simvolik olaraq şagird, böyük siniflərin şagirdləri isə müəllim olub. Digər siniflərə dərs deməklə yanaşı, şagirdlər öz məsuliyyətlərini daha dərindən dərk ediblər. Müxtəlif fənlər üzrə keçirilən dərslər məktəbin tədris mühitindəki yüksək səviyyəni bir daha nümayiş etdirib. Bu, eyni zamanda məktəbdə uşaqların etibarlı əllərdə böyüməsinin, onların gələcəyinə verilən dəyərin bariz nümunəsidir. Məktəbin direktoru Araslan Rızayevin rəhbərliyi ilə bu təhsil ocağı bir sıra mühüm uğurlara imza atıb. Respublika və şəhər miqyaslı bilik yarışları, fən olimpiyadaları, sosial layihələrdə qazandıqları nəticələr məktəbin keyfiyyətli təhsil verdiyinin göstəricisidir. Məktəbdə yaradılan müasir şərait, peşəkar müəllim heyəti və innovativ yanaşmalar nəticəsində şagirdlər həm akademik, həm də sosial sahədə uğur qazanırlar. Araslan Rızayevin rəhbərliyi ilə məktəbdə hər bir şagirdə fərdi yanaşma göstərilir. Onların potensialının üzə çıxarılması üçün bütün imkanlar səfərbər olunur. Bu kimi təşəbbüslər uşaqların təkcə biliyinin deyil, eyni zamanda sosial bacarıqlarının formalaşmasına da ciddi töhfə verir. Polad Həşimov adına 28 nömrəli tam orta məktəb son illərdə təhsildə keyfiyyət, nəticədə isə nailiyyət deyə bir anlayış formalaşdırıb. Burada şagirdlərə yalnız akademik biliklər deyil, həm də mənəvi və sosial dəyərlər aşılanır. Sağlam və güvənli təhsil mühiti yaradılıb. Rəhbərlik şagirdlərin hər biri ilə fərdi qaydada maraqlanır. Onların inkişafı üçün mühüm imkanları səfərbər edir. Məktəbin maddi-texniki bazası müasir standartlara cavab verir. Müəllim heyəti isə öz sahəsində ixtisaslaşmış, peşəkar kadrlardan ibarətdir. Burada uşaqlara sadəcə dərs öyrədilmir. Onlara gələcəyə inam, vətənpərvərlik ruhu və əxlaqi dəyərlər də aşılanır. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.